Salam əziz balalar. Bugünkü dərsimizin mövzusuna keçməzdən əvvəl onu da qeyd edim ki, biz dərsliyimizdəki 4-cü bölmə olan təbii fəlakətlər bölməsi üzrə 4-cü fəslə başlayacağıq və bu fəsil tsunami adlanır. Biz bu fəsildə tsunami haqqında məlumatlar əldə edəcəyik. Əgər xatırlayırsınızsa, elə bölmənin əvvəlində təbii fəlakətlərlə tanış olarkən tsunami haqqında bir tapmaca ilə tanış olmuşduq. Və gəlin əvvəlcə bu tapmacanı xatırlayaq, açar sözlərin köməyi ilə tapmacanın cavabını tapaq, daha sonrası dərsimizə davam edərik. Okeandan sahilə güllə kimi yayılır. Zəlzələ tək, vulkan tək faciəli sayılır. Alır dalğalarına qarşısına çıxanı, uşaqlar, bu fəlakət sizcə necə adlanır? Açar sözlərimiz okeandan sahilə doğru yayılır. Dalğalarına qarşısına çıxanı alır. Zəlzələ vulkan kimi faciəlidir. Sizcə bu nədir? Əlbəttə ki, bu tsunamidir. Yadınızdadırsa, biz bölməmizin əvvəlində su ilə bağlı digər bir təbii fəlakətlə də tanış olmuşduq və bu daşqın idi, çay daşqınları. Sizcə tsunaminin daşqınla oxşar və fərqli cəhətləri nədir? Gəlin bu oxşar və fərqli cəhətləri müəyyənləşdirək. Əvvəlcə gəlin həmişə olduğu kimi Venn diaqramında birinci, bax bu təbii fəlakətlərin oxşar xüsusiyyətlərini qeyd edək. Hər iki fəlakət su ilə bağlı təbii fəlakətlərdir və hər iki fəlakət insan itkisinə səbəb ola bilər. Bəs daşqınlara məxsus xüsusiyyətlər hansılardır? Daşqınlar daha çox çaylarda yaranır və dağlardan əriyən qarın çaya tökülməsi nəticəsində baş verir. Bəs tsunami nədir? Tsunami okean və dənizlərdə olur, zəlzələ nəticəsində yaranır. İndi isə gəlin mətnlə bağlı yeni öyrəndiyimiz, bizə tanış olmayan sözlərin mənası ilə tanış olaq. Şığımaq, sürətlə enərək hədəfə hücum etmək deməkdir. Şahid, hadisəni, əhvalatı öz gözü ilə görən adam deməkdir. Gəlin mətnimizə qayıdaq və mətndən həmin sözü izah edən hissəni bir daha oxuyaq. Fəlakətin şahidi olmuş bir şəxs danışırdı. Tsunami dalğasının hündürlüyü adamı dəhşətə gətirirdi. Qamarlamaq nə deməkdir? Qamarlamaq əlləri ilə bir şeydən bərk-bərk yapışmaq deməkdir. Bəs fəsad nədir? Fəsad ağır, qorxulu nəticə deməkdir. Tsunaminin törətdiyi fəsadları aradan qaldırmaq üçün Yapon xalqı yumruq kimi birləşdi. Fikir versəniz, elə mətndən götürdüyümüz bax bu hissədə fəsad sözünün mənasını daha aydın görmək mümkündür. İndi isə gəlin Okeanın qəzəbi mətninə aid sualları cavablandırmağa çalışaq. Mətnə əsasən suallara cavab verin. Tsunaminin yaranmasına hansı hadisə səbəb olmuşdur? Sualın cavabını vermək üçün mətnə qayıdaq və elə mətnin ilk abzasından bu sualı cavablandıra bilərik. Tsunami okeanda baş verən güclü zəlzələ nəticəsində yaranır. İkinci sualımızı oxuyaq. Tsunami dalğalarının hündürlüyü neçə metr olur? Bax, bu sualın cavabını da vermək üçün elə mətnə əsaslanaraq cavab verə bilərik. Təsəvvür edin, 30-40 metr hündürlüyündə dalğalar böyük sürətlə sahilə hücum çəkir. Göründüyü kimi dalğaların hündürlüyü 30-40 metr hündürlüyündə olur. Növbəti sualımızı cavablandıraq. Alyaskada tsunami neçənci ildə olub? Əgər xatırlayırsınızsa, Alyaskada baş vermiş tsunaminin yazıldığı elə abzasın əvvəlində bu tsunaminin baş verdiyi tarix göstərilib. Bu 9 iyul 1958-ci il olmuşdur. Keçək növbəti tapşırığımıza. Okeanın qəzəbi mətninin giriş, əsas və sonluq hissələrini müəyyən edin. Hər bir hissəni yarımbaşlıqla adlandırın. Əvvəlcə gəlin yadımıza salaq. Mətn hansı hissələrdən ibarətdir? Mətn 3 hissədən ibarət olur. Giriş, əsas hissə və sonluq. Girişdə əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında ümumi məlumat verilir.
Əsas hissədə qəhrəmanın başına gələn hadisələr təsvir olunur, sonluqda isə hadisələrin necə bitdiyi bildirilir və yaxud da məzmunla bağlı nəticə çıxarılır. O cümlədən gəlin yarımbaşlıqlarla da yarımbaşlıqlar haqqında öyrəndiyimiz məlumatı da yadınıza salaq. Əgər xatırlayırsınızsa, informativ mətnlərdə verilmiş məlumatlar adətən yarımbaşlıqlar altında qruplaşdırılır və yarımbaşlıqlar oxucuya lazım olan məlumatı tez tapmağa kömək edir. O cümlədən adətən yarımbaşlıqlar sual cümləsi və ya söz birləşməsi şəklində ifadə olunur. Bax, bu məlumatlardan istifadə edərək tapşırığın şərtində verilmiş sualları birlikdə cavablandıracağıq. Əvvəlcə gəlin mətni bir daha xatırlayaq və mətnin hissələrini müəyyən etməyə çalışaq. Göründüyü kimi, ilk iki abzası biz mətnin giriş hissəsi adlandıracağıq. Çünki məhz bu giriş hissədə tsunaminin yaranması haqqında ümumi məlumat verilir. Daha sonraki 3 abzası isə mətnin əsas hissəsi olacaqdır. Çünki bu əsas hissədə biz Alyaskada və Yaponiyada baş vermiş tsunami haqqında əsas məlumatları əldə edirik. Sonluq hissə isə mətnin ən sonuncu abzası olacaq, hansı ki, bu zəlzələ ilə bağlı fikirlər, bu tsunami ilə bağlı fikirlər ümumiləşdirilərək müvafiq məlumatlar qeyd olunmuşdur. İndi isə gəlin, bax, bu mətndəki abzasları ümumiləşdirək və mətnə dair yarımbaşlıqları qeyd edək. İlk yarımbaşlığımızı belə adlandıra bilərik: tsunaminin yaranması. Onu da qeyd edim ki, biz yarımbaşlıqlarımızı söz birləşmələrindən istifadə etməklə adlandıracağıq. İkinci yarımbaşlığımızı belə adlandıra bilərik. Belə ki, bu yarımbaşlıqda biz Alyaska və Yaponiyada baş vermiş tsunami haqqında məlumatlar əldə etdik. Söhbət mətnin əsas hissəsindən gedir. Sonuncu yarımbaşlığımız isə mətnin sonluğuna aid olan bir söz birləşməsi olacaq. İnsanın təbii fəlakət qarşısında aciz qalması. Bax, belə uşaqlar, bugünkü dərsimizdə burada sona çatdı. Növbəti dərsimizdə görüşərik. Hələlik.